Xoş o kəslərin halına ki, bu ayı sevirlər, bu ayı arzulayırlar. Hər saatını, hər anını ləzzətlə yaşayırlar. Ac adam dadlı yemək yeyəndə hamımızda da olub bu. Hər dəfə də olmasa, amma həyatımızda bir dəfə, bir neçə dəfə olubdur ki, adam o qədər ac olur ki və bir yeməklə qarşılaşanda görürsən ki, məsələn, çörəkdən yerə düşən oxantıları belə ləzzətlə qoymursan ki, itkiyə getsin, dadırsan onu. Ramazan əslində saatları ən gözəl saatlardır, gecələri ən gözəl gecələrdir, anları ən gözəl anlardır deyiləndə, yəni an dadılası ləzzət. Az insan ləzzətli təamla qarşılaşanda necə hər qırıntısını ləzzətlə istifadə etməyə çalışırsa, ruhu ac olan insan, günahlardan təmizlənməyə möhtac olan insan bu Ramazana elə girişər. Bu Ramazana elə başlayar, elə qədəm qoyar.